tam əmrdən Səid Xan, mən bunun şahidi kimi deyirəm ki, Allahverdi Bağırov və Ağdamın çoxsaylı imkanlı adamları, elə və içində mənim atam qarışıb. Biz nələrsə böyük miqdarda qoyub o insanlar benzin alıb verdik ki, onu versin. Erməni istədi nədir? Benzin istəyirdi. Erməni demirdi ki, mənə pul ver. Erməniyə pul verirdin, gedirdi Erməninə gətirib sənə verirdi ki, Allah. Məsələn, hətta Allahverdi Bağırov o film var ya, Fəryad filmində baxmışsınız. O hadisə real hadisədir ki, Allahverdi Bağırov Xocalıda həmin o zorakılığa məruz qalmış uşağı görüb və Vitalika deyib ki, mən sənə 10 litr kanister benzin verəcəm, o adamın yeri mənə denən. Adamın yerini tapıb Allahverdi Bağırov gedib həmin adamı öz əllərindən öldürübdür ki, sən uşağa belə işgəncə verə bilmərsən. Və bugün Allahverdi Bağırovun o etdiyi hərəkətlər ki, xilas üçün dediyi insanlar ki var, o insanların çoxu bugün ayaq üstədirlər. Eyni zamanda da bugün biz xilas məsələsini deyirik də, İran təmənnalıq xidmət başqa şeydir, təmənnası xidmət başqa şeydir. İranlı deyək ki, çox adam deyə bilər ki, bu dövlətlər arası münasibətlərdir, nə, sərhəd toxunulmazlıq zaxdır. Yaxşı, deyək ki, sərhəd xidmət toxunulmazdır. Yaxşı, dünyanın biz görmüşük ki, tarixdə həmişə belə ağır müharibələr olanda dövlətlər öz sərhədlərini açırlar ki, insanlar xilas olsunlar. Necə ki, Pakistan-Əfqanistan savaşında Qazaxıstan sərhəddə açdı, necə ki, Türkiyə-Suriya müharibəsində sərhəddə açdı ki, dinc insanlar xilas olsun. O vaxt sən də bunu eləyərdin də bizə qarşı. Nə olardı ki, sən o Araz çayına bir neçə gəmi buraxardın, bir neçə taxta bərə düzəldərdin ki, o cəmaət oradan salamat çıxsın, suda batmasın. Neçə insan suda batır? Səid Xan, heç onun statistikasını vermirlər. Neçə körpə uşaq suda batır ki, neçə yaşlı qadın suda donub. Biz indi Murov faciəsindən danışırıq da, 1000 neçə nəfərin Murovda donaraq ölməsi. Amma bu Zəngilan faciəsi ondan da betərdir. İnsanların Araz çayının qışda keçməsi. Bu bir faciə. Neçə adam orada donub ölür, neçə adam suda batır. Yəni bunun da səbəbkarı İranın bizə vaxtında yardım etməməsi oldu. Yəni